Din əməkdaşları qanunsuz odlu silah-sursatın əldə olunması, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Bu barədə musavat.com-a dinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Xankəndi şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən edilib. Buraxılış postunda təhlükəsizlik məqsədi ilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman Mercedes markalı avtomobildə sərnişin qismində olan Qəhrəmanovdan bir ədəd AK markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb. O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib. Araşdırmalar vaxtı Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan qaynatası 1959-cu il təvəllüdlü Nazim Həsənov və qayını 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə bir ədəd AK markalı avtomat silah, 2 ədəd Makarov markalı tapança və 30 ədəd patron aşkarlanaraq götürülüb. Həsənov ifadələrində qanunsuz saxladıkları odlu silah-sursatı satış məqsədi ilə gizlətdiklərini bildiriblər. Tədbirlərin davamı olaraq Qəhrəmanovun daha öncə M. Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi bir ədəd atəşə yararlı SZ markalı qapança və 13 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa, Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış vaxtı bir ədəd pnevmatik tapança da aşkarlanıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.